Nelson Mandela'nın həyatı. Nelson Mandela, Cənubi Afrikanın cazibədar dağları arasında yerləşən Eastern Cape əyalətində anadan olub. In his autobiography, part of which was written secretly while in prison, Mandela həbsdə olduğu dövrdə bir hissəsi gizli yazılan avtobiografiyasında qeyd edirdi. Mən azadlığa susuyaraq anadan olmamışam. Mən azad doğulmuşam. İstədiyim vaxt anamın ürəyinə yaxın bir sahədə azad qaçmaq, aydın xəyallarda kəndimizdən keçən çaylarda azad üzmək, azad şəkildə ulduzlar altında milyonları canlandırmaq və yavaşca hərəkət edən heyvanların üzərində gəzmək üçün doğulmuşam. Mən bir cavan oğlan kimi azadlıq uğrunda apardığım mübarizənin ancaq illüziya olduğunu kəşf etdim və azadlığımın əlindən alındığını anladım. Ancaq mən azadlıq üçün susamağa başladım. Nelson Mandela's given name, Rolihlahla. Nelson Mandela'ya verilən Rolihlahla adının hərfi mənası ağac budaqlarını itələmək deməkdir. Ancaq məktəbdə ona başqa bir məşhur öndərin adı qoyulmuşdu. Nelson Mandela deyir, mən məktəbə gedəndə müəlliməm xanım Mittingeyin məndən adımın nə olduğunu soruşdu. Mən ona Afrika mənşəli adımı dedim, Rolihlahla. O dedi, yox, bu ad olmaz, sənin xristiyan adın olmalıdır. Mən belə bir adım yoxdur dedim. O dedi, bugündən adın Nelsondur. Beləliklə, mən bütün dünyaya Nelson Mandela kimi tanındım. So henceforth, he would be known to the world as Nelson Mandela. As the son of a chief, Başçının oğlu olduğuna görə Mandela o zamanlar Cənubi Afrikada qara dərili insanların təhsil aldığı ən yaxşı təhsil müəssisəsində oxumaq imkanı əldə etmişdi. Fort Hare Universitetində təhsil aldığı dövrdə o ilk dəfə tələbələrin etiraz aksiyalarında iştirak edir. Onun ədalətsizlik, bərabərsizliklə mübarizəsi ömür boyu davam edir. South Africa, 1941. Cənubi Afrika 1941-ci il. 20 yaşında ikən Mandela Johannesburg şəhərinə köçür və sonradan apartheid hökumətinin qanunla tənzimlədiyi irqi ayrı seçkiliklə ilk dəfə burada qarşılaşır. Nelson Mandela qanun biliklərini həyata keçirmək məqsədi ilə Cənubi Afrikada qara irqə məxsus olan siyasətçilərin ən qədim siyasi partiyası olan Afrika Milli Konqresinə qoşulur. National Congress, the oldest black political organization in South Africa. Mən Afrika Milli Konqresinə qoşulanda anladım ki, Xosalar sadəcə Afrikalıların bir hissəsini təşkil edir. Onlar Cənubi Afrikanın cənub-şərqində yaşayan Bantu tayfalarının rəsmi dilində danışanlardır. Belə ki, Afrika Milli Konqresinin qarşısına qoyduğu məqsəd Afrikalıları birləşdirmək və onlardan bir dövlət qurmaq idi. 1948-ci ildə milliyyətçi hökumət Afrikalı ağ dərili seçicilərin səs verməsi nəticəsində hakimiyyətə gəldi. Yoldaş Oliver dedi, mən buna sevindim, çünki indi biz bilirik ki, hakimiyyətdə bizim düşmənlərimiz oturur. Və mən düşünürəm ki, xalqımızın səfərbər olunması üçün daha yaxşı imkan var. Apardığımız siyasət Afrikan sözü apartheid ilə adlanır. Və mən qorxuram ki, bu söz bugünə kimi çox hallarda yanlış başa düşülüb və güman ki, daha asan və dolğun şəkildə yaxşı qonşuluq kimi təsvir oluna bilər. Our policy is one which is called by an Afrikaans word apartheid. And I'm afraid that has been misunderstood so often. It could just as easily and perhaps much better be described as a policy of good neighborliness. Apartheid 1955-ci ildə Afrika Milli Konqresi və digər təşkilatlar bütün irqlərə məxsus olan insanları Kliptown şəhərinə demokratik və çoxirqli Afrika yaratmaq məqsədi ilə bütün irqlərlə bərabər şəkildə rəftar edən və bərabər hüquq verən azadlıq haqqında nizamnaməni təsdiq etmək üçün toplamışdılar. Əsas təşkilatçılardan biri olan Nelson Mandela'nın bütün fəaliyyətini hökumət yönləndirir və müxalifətin fəaliyyətinə nəzarət etməyə məcbur edirdi. Nelson Mandela, one of the chief organizers of the gathering, was banned by the government from attending and was forced to watch proceedings from the sidelines. 1956-cı ildə azadlıq haqqında nizamnamənin müəllifi və bu hərəkata başçılıq edən digər konqres liderləri dövlətə xəyanətə görə məsuliyyətə cəlb olundular. Həbs qərarı xüsusilə müxalifətin tutulmasına və siyasətdən uzaqlaşdırılmasına yönəlmişdi. Onlar 4 il yarımdan çox azadlıqdan məhrum edildilər. Bu isə azadlıq haqqında bəyannamənin qüvvəyə minməsi üçün daha bir 40 ilin keçməsi demək idi. South Africa,
1960-cı il Cənubi Afrika, Sharpeville. Johannesburgun cənubunda yerləşən sənaye şəhərində dinc nümayişçilər milliyyətçi hökumətin qəbul etdiyi qanuna etiraz etmək üçün bura toplaşmışdılar. Nümayişçiləri polislər güllələyir və nəticədə 69 insan həyatını itirir. The nationalist government imposed martial law. Və hökumət səfərbərlik elan edir. Bütün müxalifət üzvləri həbs olunur. Bütün sülh vasitələrinin tükəndiyini görən Mandela öz mübarizəsini gizli olaraq davam etdirmək üçün oranı tərk edir. Biz siyasətimizdə hər şeyi daha aydın anlamalıyıq ki, Cənubi Afrikanın qapıları bütün insanlara açıqdır. Bir çox insanlar düşündülər ki, onlar üçün bu müdafiəsiz və silahsız insanlara zor vasitəsilə öz vəhşiliklərini tətbiq edən hökumətlə dinc yolla mübarizə aparmaq faydasız və əbəsdir. Belə ki, hakimiyyət dağılmağa məhkum idi. Mandela qaradərili idi. Key government installations were targeted for sabotage. Mandela became known as the Black Pimpernel. 1962-ci ildə Mandela tutularaq ölkədə qeyri-qanuni yaşadığına görə 5 il müddətinə azadlıqdan məhrum edildi. Qısa müddətdən sonra Afrika Milli Konqresində onun haqqında olan arxivlər dəlil kimi toplanaraq götürüldü. O yenidən digər 8 yoldaşı ilə birlikdə mühakimə olunmaq üçün məhkəməyə gətirildi və onlara ölüm hökmünün verilməsi qərarı ilə üzləşdilər. Walter Sisulu, müttəhim. Keçməkeşli həyatın yoğurduğu Nelsonun sərt bəyanatları insanları ruhlandırırdı. Mən dinc və bərabər hüquqların olduğu, insanların harmoniya şəklində yaşadığı demokratik və azad cəmiyyətin düşməni olan ağların və qaraların hakimiyyəti ilə mübarizə aparıram. Və mən bir gün bu ideyamı həyata keçirmək fikri ilə yaşayıram. Lazım gələrsə, bu ideyanın həyata keçirilməsi üçün həyatımı da qurban verməyə hazıram. Together in harmony and with equal opportunity. It is an ideal which I hope to live for and to achieve. But if needs be, it is an ideal for which I am prepared to die. 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olmuş Nelson Mandela və onun digər həmkarları siyasi dustaq kimi Robben adasına göndərilirlər. Robben adasında yerləşən həbsxana Cənubi Afrikanın qərb burnunda olan böyük adadır. Nelson Mandela siyasi dustaq olanda onun 45 yaşı vardı. O azadlığa buraxıldığında 70 yaşı olacaqdı. Dustaqların qaçmasını əngəlləmək üçün onları çətin yerlərdə işləməyə məcbur edirdilər. Mandela həbsdə olarkən onun fəaliyyətini mənəvi lideri Shibeni Stetcher davam etdirirdi. Onun gənc xanımı Winnie Madikizela Mandela mübarizəni davam etdirmək üçün güclü motivasiya olmalı idi. Sizi azadlığa aparacağımız gün uzaqda deyil. Xalq güc və hakimiyyət deyərək küçələrə axışırdı. Xalqın hakimiyyətə gəlməsi və apartheid rejimi ilə mübarizə aparmaq üçün daha bir 40 ildə lazım olacaqdı. But the struggle against apartheid would continue for another quarter century. Nelson və onunla birlikdə həbsdə olan həmkarları cəza çəkmə müəssisəsində olarkən hökumətin dəyişməsini istəyən bir qrup lider həbs edildi və sürgünə göndərildi. Amansız apartheid rejiminin şahidi olmuş sıravi vətəndaşlar onunla mübarizəni dəstəkləyirdi. And around the world, ordinary people showed their horror of apartheid and their support for the struggle. The purpose, friends of this boycott, is for the people of Britain to register on the widest possible scale their passionate protest against an evil and repulsive doctrine which says that a man's legal status, a man's political rights, a man's economic opportunities, a man's social position shall depend solely upon the color of his skin. But in 1976, Soweto school children marched in protest. 1976-cı ildə ölkədə olan orta məktəb uşaqları da bu etiraza qoşulur və demək olar ki, şəhərlərdə etirazlar səngimək bilmirdi. Bu isə apartheid rejiminin sonunun gəldiyinə işarə edirdi. Ancaq buna baxmayaraq, milliyyətçi hökuməti devirmək üçün aparılan mübarizə 10 ildən artıq davam etdi. Bütün bu hadisələrə baxmayaraq, mən əzmli və dözümlü oldum. Gözlədiyim gün uzaq deyildi.
In the late 1980s, 1980-ci illərin sonuna yaxın artıq dünya dövlətləri bu rejimin dağılmasının labüd olduğunu hesab edirdi və bununla da rejimin süqutu qaçılmaz idi. In 1990, at the age of 71, Mandela was released unconditionally. 1990-cı ildə 71 yaşlı Mandela qeyd şərtsiz olaraq azadlığa buraxıldı. Budur. İndi mən sizin qarşınızda bir peyğəmbər kimi deyil, sizlərin itayətkar xidmətçiniz kimi dayanmışam. Yerdə qalan ömrümü sizin xidmətinizdə keçirəcəm. But as a humble servant of you, the people, I place the remaining years of my life in your hands. Yeni Cənubi Afrika üçün aparılan danışıqlardan sonra Nelson azad və demokratik şəkildə keçirilən seçkilərə qatıldı və ölkənin ilk qara dərili prezidenti oldu. The country's first black president. Never, never, and never again shall it be. Bir daha heç bir zaman bu çiçəklənən torpaq yenidən zülmün hökm sürdüyü bir yer olmayacaq. Of one by another. For the duration of his presidential term, and throughout what should have been a well-earned retirement, he has worked tirelessly to entrench the ideals he has so long stood for. O prezidentlik dövründə və ondan sonra da qarşısına qoyduğu məqsədlərə çatmaq üçün yorulmadan gecə-gündüz çalışırdı. O, liderliyin və insanlığın ən yüksək zirvəsini qət etmiş bir şəxsiyyətə çevrildi. When I told one of my advisors a few months ago, Mən bir neçə ay bundan əvvəl məsləhətçilərimdən birinə təqaüdə çıxmağı deyəndə mənə güldü və dedi, siz təqaüdə çıxmısınız. Əgər bu həqiqətən də belədirsə, mən indi təqaüddən təqaüdə çıxdığımı elan edirəm. if that is really the case, then I should say I now announce that I'm retiring from retirement. But in his retirement from retirement, Nelson Mandela has continued to give his support. O, indi də öz maddi və mənəvi dəstəyini göstərməyə davam edir. Bütün bunların əyani göstəricisi kimi biz Nelson Mandela fondunu, Nelson Mandela uşaq fondunu, Mandela Rhodes fondunu, təhsilin və kənd yerlərinin inkişaf etdirilməsinə dair Nelson Mandela institutunu və 466-64 kampaniyasını göstərə bilərik. Bu, onun siyasi dustaq olarkən daşıdığı nömrə idi. Sadəcə ölkəsində üzləşdiyi problemləri deyil, eyni zamanda bütün dünyada olan problemlərə zəkası və ürəyi ilə işıq tutmağa çalışır. Əziz Nelson Mandela, dünya sizi salamlayır. To a problem that faces not only his own country, but the world at large. Nelson Mandela, Madiba, we salute you.